Novruz bayramı elimizin ən qədim bayramlarından biridir. Bu bayram həm də insanla təbiətin vəhdətinin təcəssümü mərasimidir. 2009-cu ildə Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilib. Novruzda masanın üstünə səməni, qoz fındıq, qovurğa, bayram şirniyyatı ilə dolu xonça, güzgü, şamlar düzülür, boyanmış yumurtalar qoyulur. Bu elementlərin hər birinin öz rəmzi mənası var. Şam, od, işıq deməkdir, insanı bədnəzərdən qoruyur. Güzgü aydınlıq, qoğal günəşin, paxlava ulduzun, şəkərbura ayın, yumurta həyatın, səməni yazın gəlişi, təbiətin yenidən canlanmasını ifadə edir. Səməni ilk çərşənbədən əvvəl cücərdilməyə başlayır ki, bayram vaxtı tam böyümüş olsun. Bayram günü ton qalqalanır, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. İnanca görə bayram vaxtı hamı evdə olmalıdır. Xalq arasında, əgər bayram günü öz evində olmasan, 7 il evdə olmayacaqsan deyirlər. Bayramınız mübarək, əziz izləyicilər və dinləyicilər.